Ərəfə günü oruç tutmaq barəsində Allah Rəsulu sallallahu aleyhi və səlləm özünün pak səhih sünnəsində demişdir ki, bir il keçmiş və bir il gələcək günahlara kəffarədir. Yəni günahları silir. Mən də burada əməllərin günahlara kəffarə mövzusundan danışmaq istəyirəm. Bu fəziləti bildik. Hər bir müsəlman bu deyəcəyim işlə maraqlanmalıdır. Hər bir əməlin, istər barəsində xüsusi dəlil gələn əməl ki, bu əməl günahlara kəffarədir və istərsə də bütün salih əməllər, bütün yaxşı işlər günahlara kəffarədir. Necə ki, Allah burada deyir ki, yaxşı işlər pis işləri silir aparır. Burada qorunması lazım olan, maraqlanması lazım olan bir iş var ki, o halda biz o əməldən tam, necə deyərlər, faydalana bilərik bizim günahlarımıza kəffarə olsun deyə. Birincisi, əməlin səhihliyini qorumaq, əməlin düzgünlüyünü qorumaq. Bu iki işlə tamamlanır bildiyiniz kimi. İxlasla, səhih niyyətlə Allah üçün etmək əməli və ikincisi, əməli Peyğəmbərin sünnəsinə uyğun etmək. Əməli Allahdan başqası üçün, ölülər üçün, dirilər üçün, insanlar üçün yox, Allah üçün etmək. İkincisi də əməli Peyğəmbərin qoyduğu sünnə ilə etmək, şeyxlərin, alimlərin, insanların qoyduğu sünnə ilə yox. Bu əməlin səhihliyi şərtidir. Və bunun əksi olacaq işlər isə əməlin səhihliyinə aparan, əmələ mane olan işlərdir. Və onlar da başa düşüldüyü kimi, istər əməldən öncə, istər əməl əsnasında, istər əməldən sonra niyyəti xarab etmək, insanlara eşitdirmək, göstərmək və yaxud da, çünki bu kimi ümumiyyətlə bu riyakarlıq məsələsində qapı o qədər çoxdur ki, saydıqca bitməz. İstərsə də Allaha minnət qoymaq, insan xeyir bir əməl edir, oruç tutur, namaz qılır, sübh namazına gedir, müstəhəb ibadətləri eləyir, öz nəfsini görür, mən bunu elədim, mən. Baxır, bütün lampalar sönükdür, sübh namazı vaxtı, mən durmuşam, mən gedirəm. Öz ayaq səsləri ilə özünə qürur gəlir. Yox, bunlar hamısı insan Allahı görməlisən sən burada. Allahdır məni yatağımdan qaldırıb göndərən. Allahdır məni müvəffəq elədi, başqaları oruc pozduğu halda mən oruç tutdum. Bu Allaha minnət qoymaq sayılır. Və ikincisi də insanlara minnət qoyub əziyyət verir. Allah Quranda deyir ki, ey iman gətirənlər etdiyiniz sədəqələri insanlara minnət qoyub əziyyət verməklə iptal etməyin. Başına qaxınc etməklə, mən olmasaydım sən itib batmışdın və s. minnət qoyub əziyyət vermək. Bu kimi əmələ xələl gətirən çox saylı, çox növlü, çox rəngli əməl işlərdən əməli qorumaq lazımdır. Və nə qədər bu iki saydığım şərtlər cəmləşib, maneələr aradan qalxdıq, bu əməl ortaya ərsəyə gətirilərsə, bir o qədər əməl kamil sayılır və bir o qədər də o əməl bizim günahlarımızı silməyə, kəffarə olmağa güclü olur. Və nə qədər bu azalarsa, bir o qədər onun kəffarəlik gücü azalır. Və ta gedir o yerə həddə çatır ki, o əməl çönür olur bir günah və onun özünə kəffarə lazım olur.